Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadı ile beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 463. bölümün başlıyor. Xeyirli olsun. Bu günlər geçənki cələsədə bir dənə xanımın Mövlud-i Şərif adında kitabını oxuduq ki, zahirən bu adı da ehtimalən özü qoymayıb, amma çünki qonu Mövluddur, Həzrət Peyğəmbərin doğum günü haqqındadır. Ona adı veriblər, Mövlud-i Şərif deyə. Aylarla bizim bəhsimiz çıxdı ki, əcəba bu xanımın yazdığıdır, yoxsa bir ayrı adam bunu yazıbdır. ChatGPT və Gemini dedi ki, bu ayrı adamın yazısıdır. Bu xanım kopya eləyibdir, yəni üzündən yazıbdır. Amma Copilot dedi ki, yox, bu onun deyil. Copilot'in dəlili buydu ki, bu kəlmələr ki, salam aleyküm, aleyküm salam. Bu kəlmələr ki, bu xanım işlədibdir, o birisi yazarlarda yoxdur. Bu amiyanədir, onlar çox irfani filandır. O birisilər də dedilər ki, bunun məzamini oralarda vardır. Təbii ki, Mövlud Həzrət Peyğəmbərin Mövlududur. Yəni, ondan hər kəs yazsa, bəllidir, bir müşəxəs kəlmələr istifadə edəcəkdir. Çünki Həzrət Peyğəmbərdir, Mövluddur, səvabdır, nə bilim, behişdir, cəhənnəmdir, ümmətin birliğidir, nə bilim, gələcəğidir. Bunlar da bu cür bir şeylərlə olacaq. Yəni, bunların üstündə olacaq. Gedib, məsələn, ayrı bir şeylərdən gəlib, Meyracdır, bu cür bir şeylər olacaq, yəni. Mənim öz nəzərim şəxsən budur ki, bu kitab Mövlud-i Şərif Zeynəb xanımındır və Zeynəb xanım yazıb. Mən də bunun dilinə və şeir quruluşuna, şeirin quruluşuna baxaraq deyirəm ki, bu herfeyi bir şairin deyil, bir təxəssüsü şairin deyil. Çünki Çələbi olsun ya o birisi adam ki, adını gətirdilər, bunların şeirləri herfeyi və dərbaridir. Amma bu xanımın şeiri, məsələn, deyək ki, Təbrizdə, bizim Azərbaycanda mərsiyə otaqları olur. Ki, məsələn, mümkündür ki, Mövludda da yığışalar, ya məsələn, deyək ki, məhəllədə bir cəşn tutsalar, bir şənlik olsa, o şənlikdə çıxıb oxunan kimi bir dildə. Hər halda beləsi görünürdü, ona baxdıq. Amma ikinci kitab ki, dünənləri keçənki cələsədə baxdıq və oxuya bilmədik, yəni vaxtımız olmadı oxuyaq. O da Şeyx Səfi, Tarixnamə Şeyx Səfiyyəddin Ərdəbilidir. Bu kitabın 834 vərəqi var. Hər vərəqin 200 olduğu üçün bu onlar 1678 vərəqli bir səfəli bir kitabla qarşı-qarşıyayıq. Təəssüflə bu kitabın eybi dünənləri göstərdiyimiz kimi, keçənki cələsədə göstərdiyimiz kimi fotokopi olmaqdır. Diqqət buyursanız bu kitab fotokopudur və biz fotokopunun üzündən görürük. Onun üçün biraz bunda şək var. Nə qədərdir? Məsələn, burada kitabın üstünə bir metr qoyublar, ölçüblər. Biz bilmirik indi bu haranı ölçür məsələn. Amma bilirik ki, bu Rusiyyədə olubdur və 2001-də bu ehtimalən əks salınıbdır və sorular da PDF olubdur, ya da 2001-də PDF olubdur. Kitabın üstündə bu yazıları görürük. Amma oxunmur, PDF olduğu üçün oxunmur. Burada hətta görürük ki, yazının üstünə xət çəkiblər, bunlar oxunmur. Burada bir dairə görürük, bir dənə əlbəttə möhür var, bir dairə var, dairənin eşiyində bir yazılar var, xətlər var. Biz bunları kamil görə bilmirik fotokopuda, hamısı qərə düşübdür. Burada bir şey də yazıbdır birinci səfərin üstündə. Əvvəlcə ehtimalən ya ingiliscədir, ya rusca ki deyil, mən gördüyüm. Tədbir oxuya bilmirəm, amma bu ingiliscə mənə gəldi. Bir cünci sürüli belə bir şey yazılacaqdır. Ondan sonra burada aşağıda bir dairə görürük. Bu dairənin içində iqlimlər, Merrix, Filanı, Bəhman bunları yazılıbdır və aşağıda bir iddə adamların ehtimalən doğum günləri ya ölüm günləri qeyd olubdur. Amma yenə də bunlar kamil görünmür. Bura Məğribdir, bura Şimaldır, bura Məşriqdir və bura hətmən cünub olacaqdır. Amma
ayrı kəlmə ilə yazılıbdır, yenə də oxunmur. Muhit-i Şimal, bu da olacaq Muhit-el Cünub gərək olsun, amma bilmirəm. Bura Məğrib, bura Məşriq. Niyə bura Muhit deyiblər, bura deməyiblər, onu da bilmirəm. Aşağıda bir şeylər burada yazılıbdır ki, əlbəttə kitabın əsli adamın əlində olsa oxuya bilər. Burada biraz fotokopda oxuması çətindir. Kitab Bismillahirrahmanirrahim ilə başlanır və xətti çox gözəl bir türkcə yazısı var. Bunu deyim ki, ehtimalən bir sətrlıq bunun ərəbcəsi var, qalanı türkcədir. Çox gözəl bir yazı ilə yazılıbdır. Kitabın çürümağını görürük. Yəni ki, diqqət buyursanız kitabın eşiklərinə, o ağzına görəcəksiniz ki, təqribən elə bir siçan dişliyi buradan çürüyübdür. Bu qərələr də ki, burada görsəniz, ehtimalən çürüklərin ya su gəlmənin əlamətidir. Bu, indi fotokopi bizə kitabın özünə görə bir fiziki vəziyyətinə görə bir xəbər verə bilmir. Cədvəlləri çox görürük, çox gözəl yazılıbdır. Bu, ehtimalən bu dairə ki, bu yüzdə görürük, o ehtimalən o yüzdəki dairənin, yəni birinci səfhədəki burada gördük, bunun rəngi arxaya çıxıbdır. Məmulən çıxmaz, çıxsa da yazmazlar. Yəni, bu əgər bu cinsi səhviyyə çıxsaydı, onu çəkəndə yazmazdılar. Mənə gəlir ki, ehtimalən kitaba su gedibdir, su gedəndən sonra o arxadan o cürsə çıxıbdır. Kitabın üstündə biz bunlar xətlər nə xəttidir çəkilibdir. Hər səfədə görürük. Elə bir uşaq əlinə, ya böyük əlinə geçib midatla çəkiblər kitabın üstünə. Bunlar bilmirik nədir. Əcəba kitab cırılıbdır belədir, xətti çəkilibdir. Bunlar bilinmir. Cədvəlləri görürük, çox gözəl cədvəllər. İki cürə bir xətt ilə çəkiblər, mürəbbə olubdur səfə. Bir də bu mürəbbələri çarpı, buna biz çarpı deyirik, farsçada zərbidər deyirlər, bilmirəm niyə zərbi deyiblər. Çarpı, bunu bunun üstünə qoyurlar və beləsi o yazılar özləri təzəşdən mürəbbə düzəldibdir bir-biri ilə. Əlan duran şəkildə əlbəttə deyə bilirik ki, məsələn, lozi düzəldib, amma əslində mürəbbədirlər. Bunu görürük, bir çox səhifələrdə bunlar təkrar olubdur, o yazıları görürük. Onlar nə üçündür, nə deyil, ehtimalən onları mən bilmirəm. Məsələn, mən Əbu İshaq Yezid ibn Abdülməlik Ümmü Haşim Binti Haşim, Ümmü Haşim Binti Haşim Diraz və Fərbəhü Şeyx, mənə belə bir şey nə oldu? Bu bir nəfərin adı buradan buracan oldu. Əbul Abbas ibn Hişam ibn Abdülməlik Qəblini Binti Asim Sefid və Dirazbala Amentu billahi muxlisən. Məsələn, bu sətri, məsələn, bu başdan o başa ehtimalən bir adamın adı Əbul Xalid Ömər ibn Abdülməlik Viladəti Binti Abbas Əl-İzzətü Lillah Ziyad ibn Müslim, bu ayrıdır. Yəni, buradan Əl-İzzətü Lillahdan sonra ehtimalən bu Əl-İzzətü Lillah ayrı adamın adıdır, başlayır, beləsi gedir və ehtimalən bunun o birisi tərəfdə, məsələn, buradan beləsi oxusaq, Əbu Vəlid ibn Vəlid Ümmü Vələd Xurasaniyyə Sorğ Sefid. Bu da bunun Sorğ Sefid də türklərə deyilir da, yəni o işlənibdir. Görürsünüz ki, məsələn, ehtimalən bu adları beləsi bir-biri ilə zərbidər eləyiblər. Əcəba burada bu zərbidərlər bir-birinə yetişəndə bir ayrı ailə ilə bağlanır ya yox, onları kəşf eləmək özü bir işdir. Məsələn, burada yenə görürük, yazılıbdır aynı, amma bu səfər zərbidər deyil. Bu səfər mövcudur. Elə bir şey suyun üstündə mövcundan hərəkət edir. Beləsi bir yazılar görürük. Mən bunun hər halda o şeylərdən ehtimalən baş tapmayacağam. Əbulfəz Sultan Şah ibn Ərslan Əlaiddin Valid ibn İsmət ibn beləsi 22 sal. Ömründə ehtimalən burada 22 salın yazıb məsələn. Əbulmüzəffər Muhammed ibn bin Muhammed Qiyasüddin və Qiyasüddünya və din ehtimalən beləsi bir şey olacaqdır. Bunlar da görürük ki, hərəsi bir adamın 6 sal, nə mənə? Bunlar
hərəsinin də ehtimalən bunların padişahlığının şeyini yazıblar. Yəni çox gözəl bir bəziyyətlə bunları bəzəyiblər. Burada səhifə çox gözəl oxunmalı bir yerə gəldik, yetişdik. Yəni o qərəlıqlar ki, əvvəldə var idi filan, onlar bu səhifədə görsənmir. Səhifəni bir zərərdə kiçik saxlasa elə bu yerə də yetişər. Burada yenə dairəni görürük, amma o birisi dairə kimi bunu rəhləməyiblər. Əlbəttə o dairə də bilmirik neçə rəhdir, çünki fəqət fotokopda bir rəh görsənir. Qərə, qalan hər şey ağdır, yəni səhifədə. Əlbəttə burada indi bir yazılar görsənir, ehtimalən siliblər ya arxa yazılar da düşüb bura. Onu təşxis verməyi biraz zor olacaq. Nevişdi şud. Ehtimalən bu arxa yazı dediyim kimi kitabın rəngi çıxıb bu üzə ola bilər. Çünki mən indi burada baxanda görürəm ki, məsələn, bəzi şeylər orada ola bilir, bəli. Burada möhürləri görürük. 2 möhür görməcə bu möhürləri oxuya bilərik. Və eyni halda burada əlifba. Bir əlifba görürük ki, ona İranda mixi əlifba deyirlər. Bu əlifbanı birinci dəfə mən bu kitabda görürəm və bu əlifba ilə ehtimalən mixi əlifbanı oxumaq üçün bu var burada. Bu kitab ha zaman yazılıbdır, neçə yüz il bundan qabaq yazılıbdır. Qətvən bu Səfəvi dövrəsində yazılıbdır. Amma Səfəvi dövrəsinin ha zamanında, hangi zamanda yazılıbdır, onu bilmirik. Hətta adı da ehtimalən, çünki biz cildini də görə bilmirik, kitabın adı nədir, şeydir. Burada eyni halda bu birisi səhifədə bir ayrı vəziyyət görürük ki, burada da bir ayrı şəkildə yazılıbdır. Amma 2 möhür görürük, bu möhürləri əgər oxuya bilsək, bu bizə biraz kitabın bəlkə şeyində bizə Əl-mütəvəkkili billah, Əl-mütəvəkkili alallah, Əl-məliki, Əl-mənni, Əl-qayiqi, Bəhadur xan İbn Əhməd. Burada əlbəttə bir şey də yazılıb, oxuyaq Sultan Şah. Əcəba bu üstdən aşağı oxuyacaq, aşağıdan üstdən oxuyacaq. Məncə onu bilə bilmirəm. Əlbəttə bir dənə də mi var burada. Oxunur. Onun üçün 2 dənə də R var. Çox şey oldu, qatışdı bir-birinə. Yox, oxuya bilmədim. Bu birisi ki, əslən oxumur, amma fikrim həmən möhürdür. Mənə gələn yazılarına diqqət eləyəndə nəzərimə gəlir ki, həman olacaqdır. Əlbəttə bunu oxumaq olar, çox da çətin olmaz, amma ehtimalən bu Əl-Qazi, burada şey vardı, Bəhadur xan, Bəhadur Əhməd xan da ola bilər. Hər halda bir dənə belə möhürdür. Bəhadur sözü göstərir ki, bu Hindistandadır. Bugünkü Hindistan, Pakistan, Əfqanistan. Yəni, bir ayrı dilindən desək, Teymuri Türklər İmparatorluğundadır. Bunu beləsi görürük, davam edirik. Kitab, indi burada yetişmişik kitabın PDF-də 24-cü səhifədir, yox, əslində kitabın PDF-də 12 göstərir, amma kitabın özündə 24-cü səhifədə kitab tazaşdan burada Bismillahirrahmanirrahim ilə başlayır. Əlbəttə burada da yazıb ki, Farsi burada bir şey. Haza kitab, adıdır burada. Haza kitab tarixnamə az گفتار شکربار ابو علی محمد ابن محمد ان ساهمی یا ناهمیغه که او فارسی ساخته و بالله فارسی ساخته و جمع کننده تاریخ ابو جعفر ابن محمد ابن جریر ابن یزید تبری رحمت الله علیه و رحمته burada tarix də qoyubdu. Ət-Tövfiqu billah beləsi olacaqdır. Bir tarix qoyub burada. Əcəba bunu yekəsək görə bilərik. Nə yazıbdır? Burada bir tarix qoyublar, amma oxunmur. Ehtimalən bu kitab
Buracan türkcədir. Ehtimalən üçün hələ baxmamışam. Burada bizə bir izafi məlumat verdi. Bu 22 səhifədə müqəddəmə olacaq ehtimalən. Buradan kitab başlayır. Kitabın da başı üstünə 1-2-ni qoyublar burada. Görürük. Bunlar sonra qoyulubdu. Bəli, sonra qoyulubdu. Çünki aşağıda yazı qoyub ki, o birisi səhifə nə ilə başlayacaq. Burada kitabın adını yazıbdı. Mən onu burada yazım. O çox mühümdür. Ad Haza kitab-ı tarixnamə az güftari şəkərbari. Yəni tarixnamə. Ad tarixnamə mənbə. Mənbə-i tarix deyək ki, haradır? Mənbə-i tarix az güftari şəkərbari Əbu Ali ibn Əbu Ali Məhəmməd ibn Məhəmməd ət-Tahimi. Pəs olacaqdır mənbə güftarı şəkərbarı Əbu Ali Məhəmməd ibn Məhəmməd ət-Tahimi. Məhəmməd Ət-Tahimi. Üzr istəyirəm, qələt oxumuşam. Ya da Nahimi. Mən Tahimi yazıram, amma ola bilər Nahimi oxunsun. Çünki fotokopudur, orada rəhlər görübdür. İndi burada diqqət buyursanız, bir dana bir şey görürük, Cığatayca. Ərəbcə yazıb, amma baxın ərəbcəni Cığatayca yazıbdır. Yəni diqqət buyurun. Deyir ki, Haza kitabi tarixnamə az güftari şəkərbari Əbu Ali Məhəmməd ibn Məhəmməd ət-Tahimi ya Nahimi غ ki o Farsi saxته. O Farsi düzəldib bu kitabı. Və cəm کننده tarix. Cəm کننده tarix kimdir? Bu da bir ayrı sözdür, önemlidir. Əbu Cəfər ibn Əbu Cəfər ibn Muhammed ibn Cəriri. O, bu çox məşhur adam. Əbu Cəfər ibn Muhammed ibn Cərir ibn Yazid Əl-Təbəri. Ehtimalən bu Təbəri o məşhur Təbəri olacaqdır. Onun ola bilər. Amma burada 3 nəslin adını gətirir. Əbu Cəfər ibn Muhammed, Əbu Cəfər ki, Məhəmmədin oğludur. Məhəmməd Cərir ibn Yazidin oğludur. Ət-Təbəri. O 2 nəsl oldu. Əbu Cəfər Məhəmmədin oğludur. Məhəmməd 3 nəsl olur, bəli. Cərir ibn Yazid Təbəri. Bunlar əlbəttə indi axtarırıq, görürük ki, bu adamlar kimdirlər. Burada bir təəssüflə bir tarix deyirəm və yazıblar, amma mən oxuya bilmirəm. Bismillahirrahmanirrahim ilə başlayıbdır. Ehtimalən bunu oxuyarıq. Məncə gəldi ki, yenə də bura türkcədir. Mənə türkcə gəldi, amma baxarıq, görürük ki, nədir. Kitab 1678 səfərlik bir kitabdır. Bunu da yazdım ki, səhifə sayı 834 vərəq. 834 vərəq, yəni 1668, üzr 68. Mən beləsi birdən görüm bunu savadımızın əşalığına görə 834'ü çarpsaq 2-yə 1668 düzdür. Bu kitabın səhifəsidir. Tamam.
İndi ona görə oxumayacaq, bunu tamam səhifələrinə də baxa bilməyəcək. Fotokopudur, bizə çox məlumat verməyəcək. Amma yenə də burada baxaq, görürsünüz bu səhifədə kitabın görürük ki, rəh dağılıbdır. Əcəba əmdən dağılıbdır, bir kəlmələrin üstünü örtmək üçün dağılıbdır, yoxsa məsələn su gəlibdir ya təsadüfi bir şeydir, orası sonra təsmin tutmaq olar. Ya cırıq da o cürsü düşübdür. Yenə də əlbəttə cırıqçı deyirlər. Bəzi kəlmələrin başı üstə qırmızı xətt çəkiblər. Ehtimalən qırmızı, bilmirik. Ərəbcə yazıların deyək, bəzi ərəbcə yazıların, yəni cümlə ola, ya kəlmə ola, ya ad ola, onların başı üstə xətt çəkilib. Qıraqda yazılar görürük, aynı xətt ilə yazılıbdır. Bu da onu demək olar ki, bu kitabı yazan və ehtimalən qıraqda yazan da eyni xəttindən ola bilər. Burada da onu görürük. Amma xətt çox gözəldir. Çox əla bir xətti var və sətirlər bir-birindən aralıdır, amma kəlmələr bir-birinə çox yaxındır. Yəni, bəlkə bir-birinin üstündə yazılmayıbdır, amma bir-birinə çox yapışıqdılar. Bəli, məncə rahat oxumaq olar, amma kitabın əsli olsaydı daha məzəli olardı. Kitabın yazılarının dövrəsinə bir çarçivə çiziblər, ehtimalən bir ayrı rəhdidir, amma biz fotokopuda bunu qərə görürük. Bəzən nəzərimə belə gəlir, bəzən deyirəm, buna görə ki, kitabı oxumadıq. Kitabın mümkündür bir yerində, məsələn, burada əlan səhifəyə baxırıq, PDF-də 31-ci səhifədə yox, yəni 61 və 62-də yox. Bu 61-62-ci səhifəyə baxanda görürük ki, bir dana qıraq yazı var, onu bir dövrəsinə çarçivə çəkiblər, bağlayıblər bu birisi çarçivəyə. Bu, bunu deməkdir ki, mən burada bir xətt də görürəm ki, elə bu iki dananı yapışdırıblar bir-birinə. Ehtimalən burada, məsələn, nədir bu? Bar alarğa kim? Orada bir şey yaddan çıxıbdır. Sonra onu islah, yəni editor baxanda, o adam ki, daha çox təxəssüslüdür, üstü ya orada məsuldur, bunları kontrol edəcək, düz yazıblar, qələt yazıblar, o hoppulublar, hoppulmayıblar, o mütəvəccüh olub ki, buranı hoppulublar. Tazaşdan dəstur veribdir, oranı ki, hoppulublar, yazıblar qıraqda, haşiyə eləyiblər buna. Amma o adamlar ki, oxuyublar, öz nəzərlərini yazıblar, haşiyədə onları çarçivəyə salmırlar. Bu da onu bizə göstərir. Yenə burada bir qərələr görürük, yazıblar, yenə burada bir yazı görürük ki, ehtimalən ayədir, bu ayə yaddan çıxıbdır, gətiriblər bunu əlavə eləyiblər. Burada kitabın qırağında və çarçivəyə salıblar. Kitab bizə çox məlumat vermədiyi üçün fəqət biraz sürətlə burada qıraqda bir böyük yazını görürük. Qıraq yazı görürük. Əcəba bu özdə çarçivəyə sarılıbdır. Əcəba kitabın içindən hoppulublar, sonra yazıblar. Bəli, kitabın içindən hoppulublar, yazıblar. Çünki xətsin deyirlər. Nöqtələrlə bir kəlmədən gətirib eşiyə, eşikdə onu yazıbdır. Onu görürük. Bu böyüklükdə bir hoppulma olubdur. Bəlkə 4-5 sətirlik bir hoppulmanı burada görürük ki, yazıblar. Burada da kitabın qırağında çox bir şeylər yazıblar. Bu ayrı adam, ayrı xətt ilə yazıbdır. Bəllidir. Yenə burada hoppulma var imiş. Daha bunlardan geçirəm. Kitabın əsli əlimizdə olsaydı çox yaxşı olardı. Əcəba bunu indi mən bunu axtarıram, görüm əcəba bunun əsli, yəni bir şey tapa bilirik ki, rəngi ola. Eləyə bilək ki, bunun rəngi PDF-in görək. O bizə çox məlumat verər. Eyni halda dostlar, indi burada üstə gətiriblər kitaba vərəqdan vərəqə nömrə qoyublar. Əvvəldə belə deyildi. İndi burada vərəqdan vərəqə nömrə qoyublar və biz görürük ki, PDF-də 141-dir, yox, burada 120-də. Niyə belədir, onu bilmirəm. İndi əlan bu 120-dir ya 130-dir. 130 olacaqdır. Bəli, 130-dur. Dəndələri görsəndə 140-a gəldik. Burada indi PDF-də 150-dir, yox, burada 140-dir. Bu ola bilməz. Çünki kitabın əvvəli də var idi. Bu ikinci Bismillahdan bu üzəni vərəq qoymuşlar, amma məncə yanlış vərəq qoyublar. Burada da diqqət buyurun, gəldik PDF-də 158 kitabın özündə bu nömrə qoyublar. Qələtdir, amma yenə də. 149-cu səhifədə, kitab 148-149-cu səhifədə görürük kitabın yarısı üstdən 2 sətir var. Yəni 3-cü sətirdə ya 3-cü sətrin özünün ortasından ki, oxunmur bir səfədə. Bu sağ səfədə 3-cü sətrin ortasından, bu bir səfədə 3-cü sətrin altından
əşğanı cırıblar, götürüblər. Biz bilmirik. Ya da ki üstünə kağız qoyublar. Yəni sansur. Çünki əgər bu 150 düz olsa, indi bu deməkdir ki, bu səhifənin arxası, yəni 140 burada neçə qoymuşdu? Bu 149 ki, birinci vərəqdir. Bunun bu yüzünü deyək ki, sansur ediblər. Bu yüzü biz burada görürük indi. Bu o deməkdir ki, kitabın cırılmayıbdır. Sansur olubdur. Yəni üstünə bir kağız qoyublar və bunun əksini, bəli, kağız qoyublar və bunun əksini şeyə salıblar. Rusların da bu kitablarda əl-apala verərlər. Bunu dedik dünənlərdə, buna keçən cəlsədə işarə elədik ki, əl yazma kitablar da düzdür ki, çox əl aparmaq olmaz. Bunu əvvəldən demişik ki, biz istəyək tariximizi ölçək. Ən mötəbər tarixlər, yazılar, əl yazma yazılarda 250 ildən qabaq olar. Çünki 250 ildə İngilislər və Ruslar başlayıblar bizə tarix yazmağa. Və əl yazmalarda, indiki bu 250 ildə yazmalar ki vardı, bunlarda ola bilər ki, ya biz bizə yazdıqlarını oxuyacağıq, ya da bizim adamlarımız onları oxuyublar, onların təsirində, onların ətkisində təzə kitablar yazıblar. Onun üçün mən dedim ki, 250 ildən qədimi kitablar oxuyaq, ta özümüzü tanıyaq. Əl yazıları oxuyaq, deyək ki, düşmən hələ fürsət eləməyib bunlarda əl aparsın. Amma ola bilər ki, bəzi önəmli kitablarda əl aparsınlar, sansur eləsinlər. Bunu biz burada əlan qıraqda burada görsətdik bu səfədə ki, rəsmən sansur olubdur. Haradaydı, qaldı burada? Burada. Görürük ki, bu əslində rəsmən sansur olubdur, üstü örtülübdür. Çünki kitabın əvvəldən 2-3 səfəsi var, sonrası yoxdur. Və sonrası bu 49-dur, bu 50 olacaq da. Bu 50-ci səfəni burada görürük, arxasını görürük. Bunu görsə səfə cırılmayıbdır. Səfənin üstünə kağız qoyublar və aradan aparıblar. Əlbəttə mən istirdim görüm ki, bunun kəlmə o birisində vardı ya yoxdur. Biz bu səfələr də ki, düzdür ya yoxdur. Bu da səfənin aşağısında yazı ilə baxacağıq. Çünki bu üstündəki nömrələri sonralar qoyublar. Və hətta bu nömrəni qoyanlar da ərəb və türk savadı yox imiş. Onun üçün də ədədləri düz yaza bilmirmişlər. Ola bilər ki, bir rus adam bu işi görübdür. Biraz hızlı. Yenə baxın, burada gəldik 170-ci səhifədə də yenə aynı sansurla qarşılaşdıq. Və burada da elə də bir iş görüblər ki, bu səfələrdə. Bu vərəqin sonunda yazır ki, o birisi vərəqdə nə gələcəkdir, biz onu da təşxis verə bilmirik. Görək ki, bu səfərin arasından kitab cırıblar ya yox. Səfələr cırıblar ya yox. Arxasına baxırıq, arxası deyirlər, bunlar nömrələrinə görə, qoyduqları nömrəyə görə buradan şey olubdur. Yəni, səfə düzdür. Səfəsini görürük ki, arxası düzdür. Buradan 2 yerdə gördük kitabın kamil demək olar ki, 4 səfədə. Buradan 4 səfə ən azından ağ qoyublar qalıbdır və üstün örtüblər. Hardan bildik üstünü örtüblər? Çünki sətirlər yarımçılıqdır. Əgər sətirlər yarımçıq olmasaydı, deyərdik ki, ya özləri boş qoyublar, bir də hər iki səfəni niyə boş qoyublar? Bu da bir sual ola bilərdi ki, yazar niyə hər iki səfənin əvvəlində məsələn 2 sətr ya 3 sətr yazıbdır, qalanın üstünü məsələn yarımçılıq qoyub sonra yazsın. Amma ən önəmlisi budur ki, sansura mübtəla olubdur, rusların sansurudur. Kitabı mən sürətlə vərəqlıram. Yaxçı da oldu, vərəqladıq, istəmirdim vərəqlayım, görürük ki, burada şey olubdur. Burada bir qıraqda bir böyük, ayrı xəttindən çox böyük bir şey yazıblar. Ol hədis. Bir dənə hədisi burada mərif ilə, amma çox böyük, yoğun xətt ilə və gözəl xətt ilə yazmışdılar eşikdə. Burada görürük ki, cövhər dağılıbdır. Ehtimalən bu silmaq istirmişlər, bir şeylə siliblər cövhəri. Əlbəttə, bu da bir şey ola bilər. Yəni, mən məsələn istəyirəm bir kitabı xərablayam, bir var ki, onu şey eləyəm, bir də var ki, ora cövhər tökəm, sonra o cövhəri siləm. O cövhəri siləndə onun altı da oxunmaz heç vaxt. Onu da orada görə bilirik. Əlbəttə, mənim indi zehnimə gəlir. Zehnimə gəlir ki, bəzən o kəlmələri arxada görmək olar. Əgər bir dəstgah nazarından baxsa, çünki bu kağızda ki, yazırıq qələmin ucu ehtimalən o birisi tərəfdə
Acaba ney qələmində ucu görsənərdi? Yox, çünki biz indi midatla yazırıq ya şeylə yazırıq. Ney qələmin ucu gəlməzdi. Ona çox fişar vermirlər. Amma indiki biz xudkarla, qələmlə ya midatla yazırıq. Bunlarda bunun əksi arxada qala bilər və o birisi səviyyədə düşə bilər. O da bir şeydir ki, mənim indi zehnimə gəldi. Bəzi təhqiqləri də o cürsə onların üstündə eləmək olar. Çox gözəl bir xəttdir, əvvəldən axıra belə görsənir və nəzərimə gəlir ki, əgər bu Səfəvi dövründə, yenə burada bir Bismillahirrahmanirrahim ilə bir şey başlayıbdır. Bu nə deməkdir? Niyə kitabın ortasında təzəşdən üçüncü dəfə Bismillah? İkincisi bildik ki, əvvəl müqəddəmə ola bilər, ikincisi kitab başlar, üçüncüsü bu nədir? Ola bilər bir məktub olsun. Amma bu məktubun gərək bir sonu ola. Burada da Ömər Əl-Faruq Rəziyullah Ənhü. Osmanlıda, Səfəvidə bu Ömər Əl-Faruq Rəziyullah Ənhü yazmazlar. Bu kitab elə Bəhadurxan ki dedik, yəni ya Teymurilər dövründə ya da Hindistanda bir ayrı şeylər var ki, keçən dəfə bir Pakistandan bir kitab oxuduq ki, bugünkü Pakistan və Hindistandadır yer. Onu oxuduq ki, orada yenə türklər hakim imişlər və yazırmışlar. Yəni orada bir mərkəzdir. Yaxşı, orada bir türk ədəbiyyat mərkəzidir. Burada da Həzrət Risalət Pənah əleyhissalatullah İslamının aşkara qılğanı. Bu da Cığatay türkçəsində yazıldığını istirdim onu. Deyim ki, zahirən kitab o cürsü yazılıbdır. Burada müsəlmanlar Həbəşəyə barmağı nəminə xəbəri. Əmirəl-Möminin Ərəbbişəsinin şiri mübarizlik meydanının piri rəsuli səgələyin və xacı xafigeynin əmmi Seyyid-ü-Şəhəda İmam Həmzə Rəziyullah Ənhünün İslaminin zikri. Burada da Həzrət Həmzənin müsəlman olduğunu istirdi ki, isbat eləsin. Burada indi bir yerə gəlmişik, bura çox əcibdir. 347-ci səhifədə yox, ya 46-cı səhifədə yox, 47-dir. PDF-də 356-cı səhifədə yox. Səhifənin sol səhifəsi aşağıda 1, 2, 3, 4, 5, 6, 7 sətir. 7 sətir yazılıbdır, üstün qərəliyiblər ki, oxunmasın. Yəni qələtdir. Davamı da var. Yəni bu birisi səhifədən də, yəni onun arxası vərağın arxasında da 1, 2, 3, 4, 5 sətir də burada qərəliyiblər ki, yəni qələtdir. Əcəba bunu yazarlar eləyiblər, yoxsa sonra bir adamlar bunu eləyiblər, bilmirik. Amma qıraq yazını burada görürük ki, bir ayrı xəttindən burada qıraq yazı yazılıbdır. Yəni bu qıraq yazı ehtimalən əgər bu içərinin olsa, bunu ayrı adam yazıbdır. Yəni onu siliblər, bunu yazıblar. Bu da bunu göstərir ki, əl aparıblar kitaba. Amma yox, əgər bu qıraq yazı çərçivənin də içində olmadığı üçün qıraq yazı olsa, sadəcə bunu tövzih verər ki, burada qərəni niyə siliblər. Ona bir baxmaq lazımdır. Bu da ikinci bir şeydir ki, bu kitabda qarşılaşdıq. Çox önəmlidir. Kitabşünaslıqda önəmlidir. Burada Əhya Qəzasinin zikrida, Xosran Qəzasi. Bunlar hərəsi bir savaşdır. Həzrət Peyğəmbərin savaşlarından bir şey deyirlər. Nədən buna deyiblər ki, tarixnamə-i Şeyx Səfi? Bilmirəm, çünki bu tarixnamə gördüyümüz kimi Həzrət Ömərdən başlayır, yəni Həzrət Məhəmməddən başlayıb qətən Həzrət Ömər o bəqiyyə bunları görüşü savaşlarda gəlir. Qiqaq Qəraibi bu da başlıqdır. Ehtimalən bəzi başlıqları eşikdə yazıblar böyük xəttinə. Əfk qissəsi, öfk
Üfüç qıssəsi. Üfüç nə deməkdir? Onun qıssəsi nədir? Burada da gördük ki, yenə başlıqları eşikdə yazırlar. Yəni indi başlıq qoyur, ayrı xəttinə ayrı adam yazıb. Bunu deməliyəm. Məsələn, burada yazıb ki, Sülhi və Hüdeybiyyənin zikri. Sülh-i Hüdeybiyyə və onun zikri. Yenə görürük ki, burada İslam tarixidir ta, yəni İslam deməyək, müsəlmanlıqların tarixidir. Bizə çox gözəl şeylər verər ki, məsələn, Həzrəti Məhəmmədlə, Həzrəti Ömərlə, Həzrəti Əbubəkirlə, Həzrəti Osmanla, Həzrəti Əli ilə bunların bir-birinin İslamlıqlarının fərqini görərik. Müsəlmanlıqlarının fərqini. Vallahu bissavab, burada kitab zahirən qurtarır. Fehristül lüğə deyə bir şey burada olubdur. Bu nədir? Əvvəl olmağın aladin xəbəri kim Peyğəmbər əleyhissalam özü bardi yekəmi niyyəti irdi kim özü barıb hərb qıladı. Vallahu a'ləmü bissavab. Calibdir, qədim istirdi deyək ki, mən bəlkə düz demirəm, bəlkə yanlışım vardı. Bu qədər alimlər, böyük alimlər a'ləmü bissavab deyirlər. Ya Allahu a'ləmü bissavab. Allah düzün bilir. Biz fəqət nəql edirik. Diqqət buyurun, qədimçilər çox gözəl yazırdılar. Əlbəttə, buradan sonra Fehristül lüğə yazıbdır. Bu nə deməkdir? Burada bir neçə dənə lüğət məsələn yazıbdır. Ehtimalən savaşlardır. Ehtimalən Həzrət Peyğəmbərin qəzvələridir. Mən burada adlarını görürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 bir tərəfdən. 1, 2, 3, 4. 4 bu tərəfdən. Bu 48 olar. 49, 50, 51. 52 dənə burada savaşın adı görmək olur. Fəth Məkkə, Xeybər, Hüneyn, Qarantə, Qəzv-i Uhud, Qəzv-ül... Yəni burada Həzrət Peyğəmbərin savaşlarıdır. Adlarını burada yazıblar. Bəlkə 48-nin adı var. Bunlar təkrar olub. Nəzərimə gəlir ki, məsələn, burada Fəth Məkkə burada da var, burada da var. Hüneyni görə bilmirəm. Ola bilər ki, amma Öhüdü gördüm üstdə. Məsələn, Öhüd burada var. Haradaydı? Bu aralarda biri də Öhüdü içəridə gördüm. Aha, bu xa. Burada Öhüd var. Burada da eşikdə də var. Qarantə. Qurnətə. Ehtimalən Qurnətə də içəridə olacaqdır, olmasa da eşikdədir. Hər halda o Fehristül lüğə dediği, yəni savaşların, Həzrət Peyğəmbərin qəzvələrinin siyahəsi, fehristidir. Kitabı biraz sürətlə vururam ki, burada ehtimalən ağ səhvə getsə, biraz tez gedəndə ağ görsədir. Ona görə ki, ağ görsətməsin və şey olsun. Hala davam edirəm. Çox gözəl əlyazması var. Bəzi yerlərdə mürəkkəb dağılıbdır, ya su dağılıbdır. Məsələn, burada Tazaşdan bir mürəkkəb tökülüb bunun üstünə, ya nə bilim su tökülübdür, beləsi bir şey olubdur. İki səfəsinə keçibdir. Burada da mürəkkəb tökülüb 2-3 səfiyyə. Burada Tazaşdan yenə aynı məsələ. Kitab çox gözəldir. Bunun əslini tapa bilsəm, mən əslini hətmən axtarıram inşallah. Əlbəttə, kitabın adı kamil bəlli deyil. Onun üçün bu kitabın adını biz axtarıb tapmalıyıq. Görək ki, bu kitab nədir? Burada yarımçılıq. Bu 3-cü yerdir. Yəni 6-cı səhifədə ki, yenə görürük ki, nə ediblər? Sansur ediblər. PDF-də 576-dır. Calibdir ki, kağızın özündə 567-dir. Yenə burada 2 səhifədə görürük ki, birində 2-ci sətirdən, birində 2-ci sətir, yəni birində bir sətir var, 2-ci sətirin üstü örtülübdür. 2-ci səhifədə, sol səhifədə 2 sətir var və üstünü örtülübdür. Bu da onu deyir ki, bu kitabda sansur olubdur. Arxası yenə də var. Yəni cırılmayıb ki, deyəm, cırılıbdır. Çox əla bir yazı. Qələm biraz değişdi, biraz yoğun yazdılar. Buracan biraz nazik idi.
Buradan bizə başladı yoğun yazmağa, kəlmələr biraz yoğunlaşdılar. Ya da mən hələ görürəm. Mənim nəzərimə kəlmələr yoğunlaşdılar. Qələmin ucu dəyişdi. Biraz qalin, amma əl yazma hamandır. Yəni ola bilər ki, həman adam əl yazır. Burada bir nəzərimə gəldi, xəttdə biraz dəyişdi. Yox, dəyişmədi, həmandır. Burada su tökülüb kitabın üstünə bəllidir. Su tökülübdür, əmdi deyilmiş. Ehtimalən yağış keçibdi ya su tökülüb livandan filandan. Qıraqda kitabın görürük. Yəni suyun əlamətini görürük, kitaba su gəlibdi. Amma burada səhifədə bəzi səhifələrdə kamil görürsən ki, su gəlib ortalara. Burada indi bu səhifədə 620 kağızda və 630 PDF-də görürük ki, bir dənə ağ kağız qoyublar kitabın ortasına, götürməyiblər, elə əks o cür salıblar və kitabın bir çox neçə sətrinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 11, hətta 12. 12 sətrin yazısı ortada hər 2 santimetr yarım enində kollən qoyulmur oxunsun. Bu da demək olar ki, orada bəlkə bir önəmli bir söz var, istəyiblər onun üstünü örtələr. Cəlibdir ki, o ittifaq 2 səfhədə düşübdür. Baxın, həm 620 ya 5'dir ya bəlli deyil, bu 2-də eyni bir yazılıbdır. Aha, ola bilər ki, bu aynı səhvə olsun. Bir dəqiqə. Qüvvəti və həccıqə. Gedək bu bir səhvə. Bəli, aynı səhvə təkrar olubdur. Yəni burada 620 yazıblar. Tazaşdan 620'ni burada qoyublar, o kağız var. Burada kağız yoxdur, orada kağız var. Bu kağızın üstündə nə yazılmışmış, o düşünübdür. İndi burada o sansur məsələsini düzəldək ki, burada sansur deyilmiş. Çünki burada kitabın ortasında, məsələn, indi burada 4-cü sətri baxıram. Alarni pərakəndə qılıb irdi. Burada da alarni pərakəndə qılıb irdi, bəli. Bu səhvəni təkrar eləyibdir. Yəni bu səhvədən biz bunu deməliyik ki, Tazaşdan yenə də aynı səhvəni qoyubdur. Tazaşdan aynı. Yəni bu səhvədən 620 deyək. 620-ci səhvədən 3 dənə var. 619, 620, 620, 620. 3 dəfə bundan əks qoyubdur. Hətta 4 dəfə. 4 dəfə. Bu 1, bu 2, bu 3 oxunur. Yox, düzdür. Bir dəfə də baxın. 619, 1, 2, 3, 4. 4 dəfə 620'ni kitabda qoyublar. Yəni 8 səfə kitabın boyuna uzaldıblar. Təkrar səfə. Bunu yazaq ki, qırmızı rənglə də yazaq. Kitabda 620-ci səfhəni 4 kərə təkrarla qoyublar. Biri qabili qəbuldur, amma 3 dənə izafədir. Sonra 621'ə keçir və davam edir. Onu da orada təşxis verə bildik. Diqqət eləməmişdim buracan. Bəlkə bir çox yerdə bu səhvə təkrar ola bilər. Amma diqqət eləmədiyimiz üçün ola bilər ki, biz onları gözdən qaçırtmışıq. Burada fəqət o sansur məsələsi üçün biz ona diqqət elədik. Bu da bir məsələdir ki, kitablarda Yazid ibn Məhləbnin Əzlinin zikri Xurasandın. Bir nəfər belə bir adda Xurasandaymış. Onun da bu kitabın araşdırma məsələsi çox önəmlidir. Əvvələn biraz müsəlmanlıq tarixini yazıbdır. İslam tarixini demirəm. Müsəlmanların tarixindən yazıbdır. Bunun harasında yetişəcəkdir Şeyx Səfiyyə, onu mən hala görmək istəyirəm. Yəni nəzərimə gəlir ki, burada yenə əlyazı burada dəyişdi. Əlyazı burada mən qeytərdim arxidallıq.
Burada əlyazı biraz değişdi. Bu iki səfəni də hətta bir-birinə tutsaq, ehtimalən əl yazı yazan deyil, amma qələm değişdi. Daha yekə yazır, daha aydın yazır. Bəli, çox aydınlaşdı. Sətirlər, əlbəttə o da bais oldu ki, sətirlər bir-birinə yaxınlaşdılar. Təzəşdən sətirlər kiçildi. Yenə də yekəldi. Burada da ruhiyyələr qatışır. Hərdən yekə, hərdən kiçik. Cərah ibn Abdullah ibn Xəbəri Xəzəz əhli bilan bəs cərrah nadi belə bir şey deyə baxıb oxumaqsaq onu bilməyəcəyik. Deyim ki, çərçivədə əyri görsənir, illəti budur, kitabın səhifələri çoxdur, səfələr kamil açılmır ki, görsənsin. Onun üçün əks halında bu qarın verir deyərək istilahən. Yəni o biraz əyri görsənir. Hətta diqqət edərsiniz, burada bir dənə səfə görürük. Diqqət buyurun, 756-cı səhifəyə gəldik. 755, 756. İndi bu 754-cü səhifənin bu vərağın bu üzü görsənir. Vərağın bu əvvəl üzü görsənir. İkinci üzünə gedirik. Əvvəl görürük ki, bu yazı düzdür. Bunun əvvəli ayətlə təqribən düzdür. Amma indi bunun arxasına gedirik, arxası ağdır. Bu arxası ağdır, yəni bunu kağız qoyublar üstünə. Çünki bunun dövrəsində ən azından bir şey, bula bir xət düşəcəkdir. Baxın, bu kitabın ləbəsi deyirlər farsçada, ağzı. Kağızın ağzı. Bu kağızın ağzı ki var, biz vərəqlırıq, açırıq oradan, oranın rəddi düşür. Burada onun rəddi düşmür, çünki fəqət böyük bir ağ kağız qoyublar, əksini salıblar. Bu sansurdur. Yəni, beləsi deyək, 754-cü səhifə düzdür. 755 nə cür? Burada ittifaq düşübdür. Bir dənə də gedim müdalıya. 755, 754, 755, 756, tamam, bura 756'dır. 757 ve 758 olacaktı. Burada 7'ni koyubdu. Yani bu səfərin arxası yoxdur, o birisi gəlibdi. Diqqət buyurun, dedik ki, bu 755, 756, düzdür. Elə bu səfər 757 olacaqdı. O 756-cı səfərin arxası tərəfi ki, ikinci səfəsidir, vərağın ikinci səfəsidir, o yoxdur. Bu da mənə kamil göstərir ki, bu sansurdur. Rəsmən bir böyük kağız qoyublar və o kağız bizim ehtimalən həmsayılar ağac doğrudular. Nə oldu? Qışa hazırlaşır bu bölgə yavaş-yavaş. Ağaçlar ki, biraz çox qocadılar, ya sınma ehtimali var, onları kəsirlər. Səsi gəlir bura. Hər halda burada fikir edirəm ki, 6-cı ya 7-ci səhifə oldu ki, gördük şey olubdur. Əbul-Əbbas Əs-Səffah Xilafətinin xəbəri Abdullah ibn Ali ibn Abdullah Abbas və Küfədə ol gün beləsi bir şeydir. Gördüyünüz kimi İslamın əvvəlləridir. Əslində bu Səfəvi ilə, Şeyx Səfi ilə bir ilgisi yoxdur. Baxarıq. Məhdinin xəlqinin xəbəri İsa ibn Musa əhdidin. Məhdi Öməvi Əbbasi xəlifələrindən olmalıdır. Mən əgər səhv eləmirsəm, bəlkə də Məhdi Öməvi xəlifəsidir ki, onu xəlq elirlər. Yaqub ibn Davud el-Əminin xəbəri və ol vaxt kim? Bu da gəldi, ehtimal verirəm ki, bunlar gəlib yetişibdir dastan şey dövrünə. Əbbasilər dövrünə gəlibdir. Əbbasi ailəsinin dövrünə gəlibdir. Onların xəbərlərini deyir.
Musa Əl-Hadi Xəlafətinin xəbəri və Mehdi. Bəli, mən indi yavaş-yavaş mütəvəccüh oluram ki, bu dəqiqən ehtimalən Zenadigə Zuhurinin xəbəri. Məhdi və nə mənə orası oxunmur. Burada xəttlər biraz dəyişdi, çox dəyişdi əlbəttə. Ehtimal verirəm ki, yazan dəyişibdir. Harun Rəşid xilafətinin xəbəri ancaq aytırırlar. Ya aytırırlar. Bu da o haqdadır. Beytülmaq beyət almaq xəbəri Harun oğlu Məhəmməd el-Əminqə və Fəzl ibn Yəhya. Onun görürsünüz ki, feylən gəlib yetişmişik bu tərəfə. İndi buradan bu üzə başlıqlar girdi ortaya. Ayrı xəttinə bunu yazırlar. Ali Bərməkə və Harun Rəşidin təğyirinin xəbəri. Ali Bərmək və istirlər ki, yavaş-yavaş şeyi dəyişdirsinlər. Harun Rəşidin cığmağı di həddiqa ça ol vaxt. Görürsünüz ki, feylən buracan kitabın 788-ci səhifəsindəyik və Mühəmmədinin müəllinin Muhammed bəy ola bilər ehtimalən ya da Muhammedinin. Çünki kamil oxuya biləm. Muqilinin xəbəri üçün yel yüzü bu nurfeşan. Yel yüz nurfeşan ya belə bir şey oxunacaqdır. Burada kitabın üstünə su gəlibdir. Üst tərəfdən rəhlər qatışıbdır. Görürük Mə'munin xilafətinin xəbəri. Burada da Mə'mun kitabın bu axirlərinə gəlmişik. Su çox gəlibdir. Mü'tesemi billah xilafətinin xəbəri və anin halları. Mü'tesemi billah Samirə şəhrini bina qılmağının xəbəri. Bir dana şəhər salıbdır. Yeni bir şəhər düzəldibdir. Samirə şəhərin mü'tesem billah düzəldibdir. Babəkil calibdir. Burada Babəkdir. Əl-Xürrəmi. Əlbəttə, Babək Əl-Cəzmi kimi görsənir. Ning vaqiələri aning və əfşin arasida o arasinin Abu Babək Xürrəmi ehtimalən Cəzmi kimi yazılıbdır. Dini. Onun dini haqqında burada bir məlumat verməyə çalışır. Bu da Babək Xürrəm haqqında məlumat ala bilir. Kitabın burada sular gəlibdir. Kamilən bəllidir, su tökülübdür. Kitabın ortasına gəlibdir, aşağısına qədər və çox kəlmə qutardı kitab. Qutardı. Amma kitabın sonunda bir tarixi olmalıdır. Bu tarixə bir baxaq görək ki, bu kitab nə deməkdir? Kitabın sonunda çoxlu adlar görürəm dalbadal. Amma bunlar nə üçündür bilməyəcək. Çünki gərək kitabı oxuyaq görək ki, bu nədir? Buradan biraz arxadan oxuyayım. Və burada kitabın bir səhifə yarım qalanından oxuyaq görək nə mənə yazıbdır. Su tökülməyən yerləri oxuya bilsək yaxşı olar. Və cəlləğə şükru səna qıldı və yaxşılıq bilan iş müqtədirğə rast buldu və müsəlmanlar anqa xutbə qıldılar və müqtədirinin iki acıq irdi. İlgi acıq irdi. Bağışlamaqqa və yaxşılıqqa və səxavət qılmaqqa. İlka və cahan isramaqqa və dadu ədl qılmaqqa və elhamdülillahi rabbil aləmin. Görürsünüz ki, bu sonki xəlifə hangisiydi? Onu biz bilsəydik, bu sonda bununla qutarır. Müqtədir. Müqtədiri oxuduqda dedik ki,
Əmirəl-Möminin, əgər bunu eləyə bilsək, pəs Beytülmalidin çıxardılar və müqtədir aliğə altılar. Burada əliğə olacaq. Aliğə yazıb əlinə yəni. Ya da alinə yəni oğladına da, özünə, ailəsinə. Aliğə altılar və Əmirəl-Möminin artıq ya da artıq təyin qıldı ki, hər ni Abbas buyursa, qılğay və məsləhət görsə, buyur, burası üstürdür, buyur, nə mənə? O Abbas, o sültülar ilka qismət qıldı. Və Abbas Xuday Əzzə və Cəlğə, burada Abbasdan söz gedir. Abbas Xuday Əzzə və Cəlğə şükür səna qıldı və yaxşılıq bilan iş müqtədirğə rast buldu. Müqtədirğə işlir də bu da. Və müsəlmanlar anqa xütbə qıldılar. Namazda onun adına, yəni şey oldu da, elə bir hamıdan. Qədim bilirsiniz, gedirdilər, böyüklərdən, xanlardan, rəislərdən beyət alırdılar. Millət də onlara beyət edirdi. Yəni, məsələn, deyək ki, bir dana mahalın xanı var idi. O xan ya o imam cümələr gedirdilər bir yerdə namaz qılmağa. O xəlifənin adını deyirdilər. Məsələn, deyirdilər ki, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil Alemin, Peyğəmbərə filanı. Ondan sonra deyirlər ki, biz namazı, məsələn, cümə namazını ya indi filan xəlifənin zamanında yaşırıq və bizim onların bəndələri yox. O, onun adın hamı ona beyət eləmiş kimi görsənirdi. İlgi acuq irdi, bağışlamaqqa və yaxşılıqqa və səxavət qılmaqqa, ilka və cahan isramaqqa və dadı ədl qılmaqqa və elhamdülillahi Rabbil alemin və səlatu və selamu alə xeyri xəlqihi Muhammedin və alihi əcməin ət-təyyibin ət-tahirin əl-əkrəmin və səlləmə, bu birisi səfiyyə geçirik, təslimən kəsirən və tamam buldu. Aləm düzkari, aləm düzkarinin tarixinin kitabı. Burada cəlibdir, aləm ehtimalən ruzgarinin, aləm ruzgarinin tarixinin kitabı. Burada adı nədir? Gene burada bir şey düşüb, peyğəmbərlərinin və mülüklərinin. Kitabın ehtimalən adı bu olacaq. Aləm ruzgarinin tarixi. Yəni, tarixi dövran məsələn. Kitabın adı ola bilər. Mən burada bunu qırmızı rənglə adın qabağında yazdım ki, bəlli olsun, şəkkimiz var. Aləm ruzgarinin tarixi. Nəbi kitabı peyğəmbərlərinin tarixinin, ruzgarının tarixinin kitabı, ruzgarının tarixinin kitabı və peyğəmbərlərinin və mülüklərinin əxbari. Ərəblər, burada bir şey yazıb da oxunmur. Yəni su gəlibdir. Ərəblər və ola bilər parsilər olsun. Mən oxuya bilmirəm bunu. Bəlkə parsi ola bilər, bəlkə olmaz. Parsilər ki bu da oxunmur. Xalq klari və ruzgarlarının gərdişi və cahanin işi kim hər makini mərtəbədə irdi və kəlmə yenə burada düşün, ni sirət bilan təbriladi ya təbriladi ya tirladi və ni haləti bilan, halət bulan bu cəhləndin baruy və
hər bir bu da yenə oxunmur. Bu aləmdə badib durur. Badıb durur. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn yazan ehtimalən burada ba ədib olacaqdır. Bu aləmdə ba ədib, badib, be ədib yəni durur. Kimdir? Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Təbəri nəmən Əs-Seyyid nədir oxunmur? Ət-Təbəri rəhmətullah aleyh Ərbi bilan ya əzbi bilan ya ərəbi bilan olacaqdır. Adı bir də oxuyaq. Burada çox düz yazmışıq. Əbu Cəfər Məhəmməd ibn Əbu Cəfər Məhəmməd ibn olacaqdır. İbn Məhəmməd deyil. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn nəməni Təbəri. Burada bir şey var, o oxunmur. İndi bunun adını bir də yazaq burada ki, görək bu nə olacaqdır. Bu alimdə cəhəndin barudi və hər bir ehtimalən də bunu bilmirəm, yəni çünki su tökülübdür, rəhlər qatışıbdır. Bu alimdə ba ədib durur. Əbu Cəfər, təzəşdən burada yazaq. Əbu Cəfər Məhəmməd bin Cərir ibn nə mənə oxuna bilər? Məsələn, mən Seyyid kimi oxuya bilərəm. Amma bəlkə Vəlid də ola bilər. Hər nə mənədir, burada bir nöqtə qoyaq. Əl-Təbəri yazaq. Rəhmətullah aleyh ərəbi bilan təsnif qılıb. Ərəbi ilə, ərəbi dilində yazıbdır. Burada əlbəttə bir şey yazıb, onu da yenə oxumaq olmayacaqdır. Kaş oxuya biləydik. Ərəbi bilan, ərəbi ilə, ərəbi dili ilə təsnif qılıb. Ürürdü ehtimalən andın songa andın song ehtimalən beləsi oxunacaqdır. Əbu Ali Muhammed ibn bu ayrıdır. Bu üstəki deyil. İndi burada bir ayrı ad yazdı. Andan, yəni ondan sonra mən bunu andın song, ondan sonra Əbu Ali. Bu kimdir? Əbu Ali Muhammed. Əbu Ali Muhammed ibn Abdullah. Muhammed ibn Abdullah. Əbu Ali Muhammed ibn Muhammed ibn Abdullah el-Bəl'ami. El-Bəl'ami. El-Vəzir. El-Vəzir kim? Xurasan Maliki üçün Əbu Salih ibn Mənsur ibn Nuh ibn Nəsr ibn Əhməd ibn İsmail ibn Əhməd ibn Əsəd Samani üçün ərəbini farsiğə eyirdi. Aha, bu adam, yəni əvvəl bunu yazan o Təbəridir. Sonra bu adam üçüncü adam. Əbu Ali Muhammed ibn Muhammed ibn Abdullah el-Bəl'ami el-Vəzir kim? Yaxşı, bu adam, bu vəzir. Kimin vəziridir? O, nəməni Samaninin, Samanlıların, Samanlılar da türk olacaqlar. Saman sözü var. Samaninin əmrinə bu kitabı farslıya çeviribdir. Tamam, pəs bunu biraz yazaq. El-Vəzir kim? Xurasan Maliki üçün. Bu birinci adam, bu ikinci adam, bu da üçüncü adam. Kimdir? Xurasan Maliki
Görürsüz, Şah Malikdir. Maliki üçün adı nədir onun? Bu çox önəmlidir. Bunun adını qırmızı yazaq. Əbu Salih ibn Mənsur. Əbu Salih ibn Mənsurun oğlu. Mənsur kimin oğlu? Mənsur ibn Nuh. Nuhun oğlu. Nuh kimin oğlu? Nuh da Nəsrin oğludur. Nəsr kimin oğludur? Nəsr. Nəsr də Əhmədin oğludur. Əhməd ibn İsmail. Əhməd də İsmailin oğludur. Bu İsmail da İbn Əhməddir özü yenə. İbn Əhməddir də yenə Əhmədin oğludur. Bu da İbn Əsəddir. Əl-Samani. Tamam. Bəs beləsi olur. Bu Əbu Salih o adamdır ki, kitab onun üçün yazılıbdır. Belə nəzərimə gəldi mənim. Çünki indiki uşaqdan başlayır, gedir arxiya. Məsələn, deyək ki, mən İsməli oğlu, Mehdiqulu oğlu beləsi davam edir, gedir. Əlbəttə, mən 7 nəslimi bilirdim, amma indi yadımda deyil. Yazılarımda var. 7 nəslimi mən çıxartmışdım. Rəhmətlik dədəmlə Türkiyədə gəlmişdi. Orada oturduq, 7 nəslin şəcərəsini yazdıq. Allah rəhmət eləsin, ruh şad olsun inşallah. Pəs bu kitabı üçün ərəbini farsiyə yürdi. Andın song, ondan sonra Üzbək padişahlarının dövrüdə Üzbək şah. İndi ondan sonra 4-cü mərhələ gəlir. 4-cü mərhələ. Ondan sonra Üzbək padişahlarının dövrüdə xanlar xani Küçüngi xan. Bu da önəmlidir. Bunu da biz elə yenə abi ilə yazaq. 4-cüsü Üzbək padişahlarının dövrüdə Üzbək padişahlarının dövrüdə xanlar xanı. Çox xətti burada fərqlidir. Çox gözəl bir xəttinə yazır. Adı bu adamın, indi burada gedim burada yazım ki rahat olsun. Kuçkunci xan zamanında zamanida Hazret Xilafət Pənahi və nəməni vərində Zillullahi Abdüllatif Sultan ibn Küçkünci xan üçün bu həqir kimdir? Aha, indi kim üçün deyir bunu sərf elədim mən? Hazret Xilafət Pənahi Hazreti Xilafət Pənahi dövründə vərində, mən vərində yazsam, oxusam daha düz oxuyaram. Vərində, yəni onun tərəfindən zilli ilahi Abdüllatif adı budur. Abdüllatif Sultan ibni Abdüllatif ki sultandır, amma kimin oldu Abdüllatif Sultan ibni Küçünci xan.
Künci xan üçün beşinci adam kimdir? Beşinci adamın adını yazaq. 5. Yine bunu yaşılla yazaq ki belli olsun. Üçün bu həqire. Bu həqire el-fəqir əddai el-kitab. El-kitab dar el-kitabdar. Əddai el-kitabdar el-kitabdar vahidi el-belx. El-belx Farsini Türkçi qıldı. Bu çox önəmlidir. Burasını yazım ki Farsi hardaydı bitirdim. Farsini Türkçi. Burada bunu diyeyim ki dostlar, bura həm su gəlibdir, həm də ehtimalən bu bəzi kəlmələri burada görürük, bunları sonra yazıblar. Ola bilər. Məsələn, bu Türkçinin burada yazılmasın biraz fərqli yazılıbdır. Türkçi qıldı. Türkçi qıldı bir yılda Zilhəcce. Bu mühümdür. Gene burada kırmızı yazaq. Zilhəcce aydın iptida qılıb. Zilhəcce aydın iptida qılıb. Yenə Zilhəcce ayının ayının 10 olacaq. Məsələn, bunun bir su tökülübdür 30. Məsələn, 30 kimi görsənəcəkmiş, amma indi bunun üstünü yazıblar, olub 10. Məsələn, türküdə də bir əlif izafə eləyiblər. Həm türkü var, həm də əlif var. Əcəba bu istəyiblər farsi ilə türkünün arasında bir xətt çəkələr, ya rəhdi tökülübdür. Bu hələ bilinmir, amma mənə biraz gəlir ki, tox rəhdi o. 16 sida tarixi. Tarix mühümdür. Bu da indi şey alırıq. Tarixi 900 əlbəttə oxusaq daha yaxşı olacaq. Yine mən bunu qırmızı ilə yazım. 900 20 2 dənə y var. Bəli, y 28'da Xuzeste saat ta Panşənbə günü. Panşənbə günü çaşdı vaxtı
çaşd vaktida bu tarix kitabının Türki bu tarix kitabının Türki. Üsttəki Türki eyni bu cür yazılıbdır. Onu deyə bilərəm ki, bu təqribən bir yazılıblar. Türki qılmağı tamam buldu. Bir ilə bu kitabı tərcümə edibdir. Qılmağı tamam buldu. Axər yünt yılida, bu yünt deyil. Bu hangi ilidir onu bilmək lazımdır. Axər yünt yılida, bilmirəm yünt yılı nə deməkdir. Təmmət el-kitab bi unillahil ehtimalen yəni kitab, o ilin axirində, yünt ilinin axirində kitab qutardı. Təmmətil kitab bi unillahil məlikil vəhhab əla yədi. İndi özünün adını deyir. Yazar. Yazar çox mühümdür. Görək ki, kimdir? Yazar, ərəbcə yazdığı üçün. Yazar əla yədi əzəfil əbdülməcid əzəf əla yədil əzəf Əbdülməcid ibni Hafizül Kəlam. Hafizül Kəlam Əl-Məlik Əl-Həmid. Bu cəlibdir, bu nə olur? Hafizül Kəlam Əl-Məlikül Həmid. Hafizül Kəlam Əl-Məlikül Həmid Əbdülvəhhab ibn Əbdülməcid. Əbdülvəhhab ibn Əbdülməcid Hafiz Əbdülməcid Hafiz. Bunlar hafizdirlər də bala, elə bil. Hafiz Cəllə fi şəhri Cəmadül Axər fi şəhri Cəmadül Axər 928 sənəyi 928 ədəd ilə yazıbdır. Qutardı. Burada da bir ona möhr vurubdur, Səfəvi vurulubdur. Ehtimalən Səfəvi burada olacaq. Bu möhrü görüm geçərsək oxuya bilərik ya yox. Vəqfi xəlifə-i Səfəviyyə ehtimalən, amma burada aşağıda bir şey var. Oxunmur. Tamam, indi burada biz iki dana yazarla tanış olduq. Biri bu Həqiril Fəqir Əl-Dai Əl-Kitab, kitabdar Vahid Bəlx. Bəlxidə kitabdardır bu. Farsını Türkiyə qıldı. Adı nədir? Görək, adını dedi ki, bu Həqiril Fəqir Əl-Dai Əl-Kitabdar Vahid Bəlx Farsi Türkiyə qıldı. Bir yılda Zilhəccə ayında ibtida qılıb, yenə Zilhəccə ayının 16-sında tarixi 928-də 8-də deyir ki, bunu mən qutarmışam. Pənşənbə günü çaşd vaxtida bu tarix kitabının Türki qılmağı tamam budur. Adını yazmamışdı buracan. Mən dedim ki, olmayacaq, amma bu da aşağıdakı ad bununkidir. Yazar Əbdülməcid ibn Hafizül Kəlam Əl-Məlikül Həmidi Əbdülvəhhab ibn Əbdülməcid Hafiz. Bu bunun adıdır. Yazan budur. Bu kitabı 928-də yazıbdır. Bu kitabın ömrü nə qəddir? Səfəvi ilə heç bir ilgisi yoxdur. Bunu indi gələk biləsi əvvəl baxaq. İndi biz 1448-ci ildiyik. Ondan çıxsaq 928-i çıxsaq, bu kitab 520 il bundan qabaq 520 il öncə yazılmış. Tamam. Bunu da burada yazdıq. Bu kitab 520 il öncə yazılmış. Vəqf Səfəviyyə tərəfindən ola bilər.
Bunu da gedək indi bunu arxa tərəfdə yazaq. Vaqif, hara getdi bu? Möhür yazaq əvvəl. Yazaq ki, kamil oxunmur, amma Səfəviyyə oxuna bilir. Vəqfi xəlifə-i Səfəviyyə. Vəqfi xəlifə-i Səfəviyyə. Yazılıbdır, amma üstündə bir şeylər yazılıbdır, onu oxuya bilmədim. Ola bilər sultan olsun, yəni mənə oxunmur. Son səhifəyə baxaq, son iki səhifəyə baxaq. Bu biri kamilən qərədir və burada da yenə kitabın haqqında 2001-də 1-ci ayın 10-unda bu kitab Rusiyədə olubdur və ehtimalən 519 nömrə yiyibdir. Ehtimalən ya da 19. Əlbəttə aşağıda da 832 görsənir. Kitabın haqqında bir çox məlumat əldə elədik. Bu birinci şeydir ki, bu günləri diqqət eləməliyik və öyrəndik. Bu kitabın haqqında. Biz bu 1600 səhifə kitabı tanıtdırmaq üçün 1 saat 22 dəqiqəyə yaxın sadəcə tanımaq üçün ki, bu kitab nədir, fotokopusudur tazə, bunu görmüşük. Amma bu kitabın adın hələ feilən kamil adını bilmirik. Biz oxuduğumuz adı 2 dənə adla qarşılaşdıq. Tarixnamə. Adı yazıblar tarixnamə. Amma aləmi ruzigarinin tarixinin kitabı. Ehtimalən kitabı tarixi aləm olacaq adı. Amma bunun ərəbcədən yazılıbdır. Sonra ərəbcədən çevrilibdir ki, biz bunu elə bu şəkildə desaq, bəlkə bunu bizə tapar. Amma bunu gərək sonra, əlbəttə burada demək olar, burada deyim. Burada bu AI-ların birini açım, ona mən bunu söyleyeyim. Bugün bir əlyazma kitabla tanış oluruq ki, 1668 səhifəsi var. PDF-də 834 səhifə görünür. Bunun dili, yazı əlyazmanın dili Cığatay türkçəsidir. Kitabın adı tarixnamə yazılıb birinci səhifənin başında. Amma bir neçə sətr aşağıda aləm ruzigarinin tarixinin kitabı deyə bir cümlə var. Bu kitabın yazı mənbəyi haradır? Yazıb ki, yazı mənbəyi Güftari Şəkərdari Əbu Əli Məhəmməd ibn Məhəmməd Ət-Tahimi ya Ət-Nahimi. Hangisi bu iki dənədən biri ola bilər. Kim yazıb bu kitabı? Kim yazıb toplayıbdı bu əsli kitabı? Əbu Cəfər İbni Məhəmməd İbni Cərir İbni Yəzidi Təbəri. Bu kitabın belə görünür ki, bu şəkildə gəlibdir. Əbu Cəfər İbni Məhəmməd Cərir İbni Təbəri ki, üstdə də adını oxuduq Yəzid Ət-Təbəri. Bu ərəbcə yazıb bu kitabı. Ərəbcə. Sonra Əbu Əli Məhəmməd İbni Məhəmməd İbni Əbdullah Əl-Bəl'əmi Əl-Vəzir bunu Xorasan maliki üçün Əbu Salih İbni Mənsur İbni Nuh İbni Nəsr İbni Əhməd İbni İsmail İbni Əhməd İbni Əsəd-i Samani üçün ərəbcədən farscaya tərcümə edibdir. Sonra Üzbək padişahlarının dövrüdə xanlar xani Künci xan zamanında Həzrət Xilafət Pənahi
dövründə Zillullahi Əbdüllətif Sultan İbni Küçüncü xan üçün bu həqir fəqir Əddaiül kitabdar Vahidi Əlbəlx Farsini Türkiyə qıldı. Bir yılda Zilhəcci ayidin ibtida qılıb yenə Zilhəccə ayının 16-sında tarixi 928-da پنجشنبه günü çaşd vaxtida bu tarix kitabının Türkiyə qılmağı tamam buldu. Yazar, yəni kim yazıb bunu? Türkiyə, Cığatay Türkçəsinə çevirən adamın adı sonunda gəlir. Yazar Əbdülməcid ibni Hafizül Kəlam Əl-Məcid Əbdülvəhhab ibni Əl-Həmid. Üzr istəyirəm. Adı bir də oxuyayım. Yazar Əbdülməcid ibni Hafizül Kəlam Əl-Məlikül Həmid Əbdülvəhhab ibni Əbdülməcid Hafiz fi şəhrül Cəmadiyül Axər 928 sənə ili, yəni 520 il öncə bu kitabı bu Əbdülməcid ibn Hafizül Kəlam ehtimalən Əl-Məlikül Həmid Əbdülvəhhab ibn Əbdülməcid Hafiz Cığatay Türkçəsinə Farscadan və Ərəbcədən, özəlliklə Farscadan çeviribdir. Umarım ki bunu